Gününüz aydın olsun Azərbaycan xalqı. Bu videoya, bu müraciətimə səs verməsəz, bu müraciətimə dəstək olmasaz, demək ki, sizin nə bir valideyn kimi haqqınız var, nə sizin qeyrətiniz var, nə şərəfiniz var, nə evlad düşünürsünüz. And olsun Allah deyirəm, tək balamın canı deyirəm. Heç vaxt cinayətə meyilli insan olmamışam. Həmişə cinayətdən uzaq olmuşam. Ancaq mənim evladıma bu hərəkət edən insan, kimsə belə bir insan İraq olsa, eləmiş olsa, mən o insanı liftdə öldürməsəm, mən biqeyrət olaram, mən oğraş olaram. Ədalət, ədalət deyib bir həftədir mazğımızı xarab eləyənlər. Ədalət səslənin də, arzuma görə bir həftədir zəhləmizi tökmüsünüz. Bu görürsünüz bunu, görün də, görün. Gözünüz görür bu haqsızlığı. Bu insan haqqında buradan səslənirəm Daxili İşlər orqanlarına, güvəndiyim Daxili İşlər orqanlarına səslənirəm. Sizdən çox xahiş edirəm. Bəlkə də artıq tədbir görmüsünüz, buna göz yummarsınız, görmüsünüzsə. Xahiş edirəm sizdən, bu haqda tədbir görün. Bu insan haqqında təcili surətdə tədbir görün. Sizdən dönə-dönə xahiş edirəm. Bu insan məsuliyyətə cəlb olunsun. Bu insan hətta cərimələr, digər bir məsələlər yox. Bu insan birbaşa məsuliyyətə cəlb olunsun və bunun haqqında məhkəmə iddiaları qaldırılsın və buradan da səslənirəm Moşan valideynlərinə ki, tələb eləsin, bu insanı içəri basılsın. Bu getsin içəridə, onu orada qəşəng sındırarlar. Onu qəşəng adam eləyərlər. Başa salarlar ki, o xalqın balasına o hərəkəti eləmək olmaz. Murdar, mən səni söyə bilmirəm. Elə bil ki, mən səni söymüşəm, elə o tərəfə də keçmişəm. Çünki mən evlad böyüdürəm. Mənim kimi də Azərbaycan xalqının balalarını mən balamdan ayırmıram. Çünki hər bir kəs mənə əzizdir. Hər bir bala mənə əzizdir. Ona görə də mən buna susa bilmərəm. Buradan bir daha da müraciət edirəm Daxili İşlər orqanlarına, hansı ki güvəndiyim Daxili İşlər orqanlarına, həmişə də səsimə səs verən Daxili İşlər orqanlarına güvənib və müraciət edirəm. Xahiş edirəm, bu haqda tədbir görün. O uşağın haqqı yerdə qalmasın. Ay murdar, ay alçaq, sən bu uşağı, o başı dəyərdi ora, travmalardı. Bəlkə də alıb, hələ xəbərimiz yoxdur. Orada da hələ yazıblar, bilmirəm düzgündür ya yox, fərq eləmir. Elə belə sağlam olsa, autizm xəstəsi olan bir uşağa bu hərəkəti elə fərq eləmir. Yenə deyirəm, sağlam belə uşaq olsa, sən nə haqla, ay alçaq, ay murdar, inan ki, elə bir ki, sənə mən söymüşəm, o tərəfə də keçmişəm, dəfələrlə də sənə səslənirəm. Xahiş edirəm, üçüncü dəfə xahiş edirəm Daxili İşlər orqanlarından və buradan da valideynlərə və Azərbaycan xalqına səslənirəm. Bu insan haqqında təcili surətdə tədbir görülməlidir. Bu insan cəzasını içəridə çəkməlidir və içəridə qeyrətli qardaşlar, hansı ki belə şeylərə göz yummayan qardaşlar, onu murdar eləsin orada. Onda ağlı başına gəlsin ki, xalqın balasını o cürə itələmək olmaz. Camaat zulmla uşaq böyüdür. Ay alçaq, ay murdar. And olsun Allaha, bu hər gün bir əsəb çəkirəm. Bu əsəbi mən bağışlamaram, xalqıma bağışlamaram. Bir də ki, güvəndiyim Daxili İşlər orqanlarına bağışlamaram, əgər buna göz yumulsa. Allah xalqımızı, dövlətimizi qorusun. Allah o balaları qorusun. Balaları da qorumaq bizim qeyrət borcumuzdur, şərəf borcumuzdur. Ona görə də buradan səslənirəm hər kəsə. Qeyrəti olan, şərəfi olan, namusu olan, balasına dəyər verən hər kəsə səslənirəm ki, buna göz yumulmasın. Allah xalqımızı, dövlətimizi qorusun.